Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda üçbucaqların deməli 4-cü bölümü olan üçbucaqların kongruent kəraməti Fales teoremi üçbucağın orta xətti hissəsinin izahını verəcəm. İzaha keçmədən öncə bir şey xatırlatmaq istəyirəm ki, bu bölmədə ən vacib olan qayda nədir? Fales teoremi. Fales teoremi çox da uşaqların müəllim burada nə var ki dediyi bir bölmədir, amma sizə əminliklə deyirəm ki, çox çətin misallar hətta gələ bilər. Hansı suallarda Fales teoremini tətbiq edəcəyik? Bunun növbəti videolarda sırf Fales teoremi ilə bağlı çətin sual nümunələrinin izahını göstərəcəm, özünüz də görəcəksiniz. Gəlin keçək testimizin izahı. Bir nömrəli sualda deyir ki, üçbucağın uzunluğu A-ya bərabər olan tərəfinə paralel olan orta xətti B-dir. B bizim orta xəttimizdir. Belə toplam qiymət veribdir, A-nı soruşur. Əgər bu orta xətdirsə, demək ki, bu A B-nin 2 qatıdır, yəni bura 2B-dir. A-nın yerinə 2B yazaram. Toplam B 15 edər. 3B 15 edərsə B-nin qiyməti 5 edər. B-mizin qiyməti 5-dirsə A-mız da ondan 2 qat olduğu üçün burada 10 olacaq. Düzgün cavab C bəndi. 2 nömrəli sualda deyir ki, üçbucağın perimetri 6,7 imiş. Perimetr bərabərdir 6,7 yazıram. Üçbucağın orta xəttlərindən birinin üçbucağın orta xətti çəkək. Məsələn, bu orta xətt olsun. Bu üçbucağın orta xəttlərindən birinin verilən üçbucaqdan ayırdığı üçbucağın buradan hansı üçbucaq ayırdı? Bax, balaca bir dənə üçbucaq ayırdı. Bunun perimetrini soruşur bizdən. Orta xətt olduğu üçün bura A desəm, bura A, bura B desəm, bura B, bura C desəm, burada onun 2 qatı olduğu üçün 2C olacaq. Əvvəl perimetr 6,7 imiş. Necə olub bu? 2 dənə A, toplam 2 dənə B, toplam 2 dənə C 6,7-dir. 2-ni mütərizə xaricinə çıxarsam, A üzərinə gəlinsin, B üzərinə gəlinsin, C bərabər 6,7. A üzərinə gəlinsin, B üzərinə gəlinsin, C də bərabərdir. Deməli, 6,7-ni 2-yə böləndə 3,35 eləyəcək. Bizdən bu üçbucağın perimetrini soruşurdu. Yəni, A üstə gələk, B üstə gələk, C-ni cavabı tapdıq. 3,35 düzgün cavabımız D bəndi. 3 nömrəli suala gəlin bir yerdə baxaq. Yəni orta xətt olduğunu deyir B. B orta xətt. O zaman A B-nin 2 qatı olduğu üçün 2B-dir. A-nın yerinə 2B yazsaq, 2B çıxılsın B 5 edər. B-nin qiymətini 5 tapdıq. B-nin qiyməti 5 olduğu üçün A-nın da qiyməti onun 2 qatı 10 olacaq. Düzgün cavab D. Gəlin baxaq 4 nömrəli suala. Təpələri verilmiş körbucaqlı üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın iti bucaqlarının sayını tapın. Biz bir şey deyim, bir şəkil çəkim göstərəcəm. Bir şey də deyəcəm, inşallah tam burası aydın olacaq. Bunu qayda kimi təsvirləyirlər, əslində normaldır. Təpələri verilmiş körbucaqlı bir üçbucaq çəkdim. Təpələri bu körbucaqlı üçbucağın tərəflərinin orta nöqtələri olan, bu körbucaqlı üçbucağın tərəflərinin orta nöqtələri olan bir dənə üçbucaq çəkdim. Deyir ki, olan üçbucağın iti bucaqlarının sayını tap. Yadda saxla, bir üçbucaq körbucaqlıdırsa, onun orta nöqtələrindən əmələ gətirdiyin üçbucaq da körbucaqlıdır. Bax, bu da körbucaqlı üçbucaqdır. Bunun alfası da 90-dan böyükdür. Ona görə əvvəl körbucaqlı üçbucağımız, üzr istəyirəm, əvvəl körbucaqlı üçbucağımızda nə qədər iti bucaq var idi? 2 dənə iti bucaq var idi, düzdürmü? Bura ilə bura. İndi də 2 dənə iti bucaq olacaq. Düzgün cavabımız əslində A bəndi olur. Bunun da səbəbi çox sadədir əslində. Məsələn, buna baxın. Bu üçbucağın bu tərəfinə sən orta xətt çəkmisən də paralel olaraq, düzdürmü? O zaman bura kördur. Fakt bura kör, düzdür. Paralelliyə görə burada kör olur. Həm də sən əsas anlayışlarla paralelliyə görə bax burada kör olur. Niyə? Bax şəkli qoy göstərim, tam olaraq aydın olsun. Sən bura kör demisənsə, burada olacaq kör. Çünki bunlar uyğun tərəflərə paralel olan bucaqlardır. Bura kördür. Bura x-dirsə, bura itidirsə, bax bura hətta iti yazım, i hərfi. İtidirsə, burada olacaq nə? İti məcbur olacaq, düzdürmü? İndi baxaq yuxarıdakına. Bura kördürsə, bu da buna paralel olduğu üçün aşağı. Burada olur kör. Bura iti olduğu üçün burada iti olur. İti bucaq, ortaya da bax burada yenə qalır kör bucaq. Ya da heç hər şey qoy bir kənara. Burada bir dənə biz nə almışıq? Burada bir bax, bu xətt bu xəttə paraleldir. Bu xəttə paraleldir. Buna nə deyirik? Paraleloqram. Paraleloqramın qarşı tərəfləri, qarşı bucaqları eyni olduğu üçün bura körsə avtomatik olaraq burada kör olacaq. Bununla məcbur 2 dənə iti bucağı olacaq. Ona görə də bunu qayda kimi əzbərlə. Bir üçbucaq düzbucaqlı üçbucaqdırsa,
Məsələn 5-ə bax. Təpələri verilmiş düzbucaqlı üçbucağın tərəflərinin orta nöqtələrində olan üçbucağın iti bucaqlarının sayını tap. Əvvəl bu düzbucaqlı üçbucaq idi. Bunun orta xəttlərini birləşdirdiyim zaman aldığım bu üçbucaq da düzbucaqlı üçbucaq olmalıdır. Çünki bu paralel olduğu üçün bura, bu da buna paralel olduğu üçün paralelogram olduğuna görə qarşı bucaqlar bir-birinə bərabərdir deyə burada da 2 dənə iti bucaq var. Əvvəl 2 dənə olduğu üçün yenə də 2 dənə olacaq. Düzgün cavab E. Üçbucağın orta xətti paralel olduğu tərəfdən 5.4 cm kiçikdir. Orta xəttə x desəm, paralel olduğu tərəfə x üzərinə gələnsin 5.4 eləyərəm ki, orta xətt paralel olduğu bu tərəfdən 5.4 cm kiçikmiş. Biz bilirik ki, orta xətt paralel olduğu tərəfin yarısına bərabərdir. Yəni x bərabərdir, x üzərinə gələnsin 5.4 bölünsün 2-yə. Çarpaz vuranda 2x bərabərdir. X üzərinə gələnsin 5.4-ə. X'in də qiyməti buradan 5.4 edəcək. Bura elədir 5.4. 5.4 ilə 5.4-ün cəmi 10.8 eləyəcək. Bizə deyir ki, üçbucağın bu tərəfi ilə orta xəttin uzunluqları cəmini tap. Bunların bizdən cəmini soruşur. 16.2 olacaq. Düzgün cavab C bəndi. 7 nömrəli sualda deyir ki, üçbucağın orta xətti paralel olduğu tərəfdən 3.6 cm kiçikdir. Orta xəttdən x deyək, paralel olduğu tərəfə x üzərinə gəlinsin 3.6 deyək. İndi biz bilirik ki, orta xətt paralel olduğu tərəfin yarısına bərabərdir. X üzərinə gələnsin 3.6 bölünsün 2-yə. Buradan 2x bərabərdir. X üzərinə gələnsin 3.6-ya. X'in də qiyməti 3.6 edəcək. X'in yerinə 3.6 yazaq. Toplamları 7.2 eləyəcək. Orta xəttin, o paralel olduğu tərəfin. Bizdən isə istəyir ki, bu üçbucağın orta xətti ilə oturacağı ilə orta xəttin cəmini tap. Bunların cəmini soruşur. Bu da 10.8 eləyəcək. Düzgün cavab A bəndi. 8 nömrəli suala baxaq. Bərabəryanlı üçbucağın yan tərəfinə paralel olan orta xətti. Yan tərəfinə paralel olan orta xətti 4 cm. Bura olub 4 cm. O zaman orta xətt olduğu üçün yan tərəfin bura nə qədər olacaq? 8 olacaq. Düzdürmü? 2 qatı. O zaman bura 8 isə bərabər yanlı olduğundan bura da 8 olacaq. Üçbucağın perimetri 20 imiş. 8, 8, 16. Perimetrin 20 olması üçün çatışmayan nədir? Bura 4. Oturacağın soruşurdu. Düzgün cavabını 8 nömrəli sualda B bəndi. 9-da deyir ki, bərabər yanlı üçbucağın oturacağı paralel olan orta xətti 4 imiş. Bu uzunluq 4-ə bərabərdir. O zaman oturacaq 8 olacaq. O zaman yan tərəflərdə bərabər olduğuna görə, perimetrimiz 22 olduğuna görə 2x üzərinə gəlinsin 8 bərabər 22-yə, 2x bərabər 14-ə, x də bərabər 7-yə. Demək ki, bura 7, demək ki, burada 7-dir. Üçbucağın yan tərəfini soruşur, düzgün cavab B bəndi. 10 nömrəli suala baxaq. Üçbucağın iki tərəfi A və B-yə bərabərdir. Üçbucaq çəkdik. İki tərəfi A və B-yə bərabərdir. Daha sonra deyir ki, üçüncü tərəfin ortasından verilmiş tərəflərə paralel düz xəttlər keçirilmişdir. Üçüncü tərəfin ortasından verilmiş tərəflərə paralel düz xəttlər keçirilmişdir. O zaman bu buradan, bu da buradan. İndi gəl sənə belə bir şey deyim. Bu ortadadır da, düzdürmü? Üçüncü tərəfin ortasıdır. Amma buranın ortası falan demir. Amma paralel deyir. Yadda saxla, bu tərəfə paralel çəkəsənsə, bura ortadırsa, belə çəkə bilməzsən ki, sənin çəkdiyin də paralel olduğu üçün digər tərəfdə yarıya böləcək. Müəllim, isbat elə. Bax, Fales teoremi bunu deyir. Fales teoremi deyir ki, əgər sən hər hansı bir düz xəttdə paralel bir düz xətt çəkmisənsə, sənin məsələn bu tərəfin A-dırsa, digər tərəfin də o nisbətdə olmalıdır. Yəni B, şərt deyil eyni ədədlər olsun, amma eyni olmalıdır. Məsələn, sən buranı 3-ün 2-yə bölmüsənsə, buranı da 3x, 2x bölməlisən. Eyni olmasın, amma eyni nisbət olsun. İndi sən paralel olduğu üçün, paralel olduğuna görə, bu tərəfdə yarıya böldüyünə görə, məsələn, buranı x böldünsə, demək digər tərəfi də yarıya bölünmüsən. Yaxşı, amma məcbur deyir ki, bunlar hamısı eyni olsun. İndi bizə nə deyir ki, üçüncü tərəfin ortasına verilmiş tərəflərə bu tərəfə paralel orta xətt çəkdin, digər tərəfə də paralel bir orta xətt çəkək. Paralel xətt çəkdiyim üçün buranı da yarıya böldük. Yaxşı, bu tərəfdə yarıya bölündü. Mənə deyir, alınan 4 bucaqlının perimetrini tapın. Üçbucağın iki tərəfi A və B-yə bərabər imiş. Bura A imiş, burada B. Burada bütün tərəflər bərabər olduğu üçün bir dənə paralelogram almışıq. O zaman mən belə desəm olarmı? Bura A-dırsa, toplam bura A-dırsa,
Burada onun yarısı olduğu için A bölünsün 2 olacak. Paralelogramdan burada A bölünsün 2'dir. Toplam bu uzunluk B'ye bərabərdirsə, yarısı olduğu için bura B bölünsün 2 olduğundan burada B bölünsün 2 olacak. Alınan bu dörtbucaqlının bizden perimetrini istəyirdi. O zaman hamısını topla. A bölü 2 topla A bölü 2. Topla B bölü 2 topla B bölü 2. Bu da 2'də. 2 dənə A üstə girək 2 dənə B. Hər tərəfi 2'ye böləndə A üzərinə gəlinsin B olacaq. Düzgün cavabımız olacaq B bəndi. 11 nömrəli sualda deyir ki, üçbucağın tərəfləri 3, 4, 6 nisbətindədir. Bir üçbucaq çəkək, tərəfləri 3x, 4x, bir də 6x nisbətində olsun. Deyir ki, bu üçbucağın orta xətləri, tərəfləri bu üçbucağın orta xətləri olan. Tərəfləri bu üçbucağın orta xətləri olan ikinci üçbucağın perimetri. Bax, bu üçbucağın orta xətləri nələrdir? İlk öncə gəl baxaq. Bu üçbucağın orta xətti biri budur. Digəri buradan çəksən belədir. Niyə? Bunun orta xətti olacaq da bunu yarıya böləcək. Digər belə birləşdirsən bu da ola bilər. Orta xətti olduqları üçün, məsələn, bura 3x-dirsə, demək ki, burada yarısı olacaq, 1/5x olacaq. Bura 4x olduğuna görə, burada onun yarısı olduğuna görə orta nöqtə, orta xətti olduğu üçün 2x olacaq. Oturacaq 6 olduğuna görə bu orta xətti olacaq, yarısı 3x olacaq. Toplam perimetr 5/2'dir. Gəlin toplayaq. 3, 2, 5. 5'in üzerine de 5x'in üzerine de 1/5x gələndə 6/5x eləyəcək. Bu da 5/2'dir. Hər tərəfi 10'a vursaq 65x bərabər 52'ye. X də bərabərdir 52 bölünsün 65'e. 13'e ixtisar getdiyi üçün bura qalacaq 5, bura qalacaq 4. Cavab elədi x'imizin qiyməti 5'də 4. Bizə deyir ki, birinci üçbucağın böyük tərəfini tapın. Yəni 6x'i bizdən soruşur. Olacaq 6 vurulsun x'in qiyməti 5'də 4. Yəni 24 bölünsün 5. Bu da 4/8 eləyəcək. A bəndi. 12 nömrəli suala baxaq. Ən möhtəşəm suallardan biridir ki, hansı ki qəbula hər il düşmə ehtimalı yüksək sualdır. Diqqətli qulaq as. Parça düz xətti kəsir. Bir dənə düz xətt olsun. Nə başlanğıcı var, nə sonu var. Bir dənə də parça çəkək. Bu parçadır. Parça düz xətti çəkir. Parçanın ucları, bu ucları düz xəttdən özü deyir. Düz xəttdən hansı məsafədədir? 6 cm. Bu düz xəttdən bura qədər 6 cm imiş. Bu nöqtədən bu düz xəttə qədər məsafə 10 cm. O zaman gəl düzgün yazaq da, bura 10 olsun, bura 6 olsun, şəkildə daha düzgün olsun. Deyir parçanın orta nöqtəsi, bu parçamız buydu. Bunun orta nöqtəsi, məsələn tutalım ki bura. Bura bu düz xəttdən hansı məsafədədir? Bu düz xəttdən olan məsafəni soruşur. Gəl sənə bunun bir qısa bir də uzun yolu versiyasını deyim. Bax, qısa yolu nədir? Parça düz xətti kəsirsə, uclarından nöqtələr verilib, orta nöqtəsindən düz xəttə qədər məsafə istənilirsə, kəsirsə bax, kəsirsə sözünə görə x-i tapmaq üçün bu tərəflərdən bir-birindən çıx, yarıya böl. Cavab eləyəcək 2. Düzgün cavab məsələn C bəndi. Müəllim kəsməzsə idi, kəsməzsə olsaydı topla yarıya böl, o da edəcəkdi 8. Gəl indi bunun səbəbinə bax. Cavabımız nə tapdıq? 2 tapdıq. Düzdürmü? Cavab düzdür. Amma gəl bunun əsl həlli yoluna baxaq. Bu x-i silirəm. Bu xətlə bu xət bir-birinə, bax, bunlar bir-birinə paraleldirlər. Yadda saxla, burada bir qum saatı var. Bu şəkli hardasa görsən, qoy belə tam göstərim. Belə bir şəkil görsən, bunlar amma bir-birinə paralel olmaq şərti ilə. Desəm ki, bura 5'dir, bura 4'dür. Ürəklə bunu yaza bilərsən. Bax, buradan bura qədər 4x denən. Bunun bu tayına denən 5x. 4'ün baxdığı bu yola 4x-dir, 5'in baxdığı bu yola 5x-dir. Müəllim, bəlkə mən bu yola baxdım, burada deyil. O zaman bura 5y-dir, 4'ün baxdığı bu yola 4y-dir. Niyə məhz bu eyni yollara baxmalısan? Çünki sənin misalın gedişatı bir yol üzərində olacaq. Yəni məsələn 5'i bura baxıram, 5x deyirəmsə, 4'ü bura baxmada bir xəttin üstünə sal. Denən ki, o zaman 4'ün də bu tərəfi 4x olacaq. Yaxşı mı? Bunu oxşarlıqdan gələn bir qaydadır. İndi onunla niyə elə olduğunu isbat eləməyək. Ehtiyac yoxdur. İndi bax, burada qum saatına diqqətli şəkildə fikir ver. Qoy istəyirsən buradan göstərim. Bax, belə bir qum saatı var burada. Görsənsə. O zaman bura 10'dursa, bura 6'dırsa, onun baxdığı, ilk öncə bir də bunlar ixtisar gedir. 10 ilə 6 2'yə ixtisar gedir, 5 qalır. Onun baxdığı bu yola 5x denən.
6'nın baxdığı bu yola 2'yə böləndə 3x denən. Bura 5x oldu, 3x oldu. Toplam bura neçə x olacaq? Bax bura. Bu toplam 8x oldu. Orta nöqtəsindən düz xəttə qədər məsafə istədiyi üçün toplam 8x olduğuna görə yarısı nə qədər eləyəcək? 4x. Demək bu tərəfdə 4x gələnməlidir. 3x-in bura qədər varsa çatışmayan x-dir. Daha sonra nə ayırıram? Daha sonra bizdən buranı istəmir deyə bu düz bucaqlı üç bucağı qıraqda çək göstərim. Bura 10'dur. Bura 4x'in x nisbətində bölünüb. Oxşarlığı indi tətbiq edirsən. Oxşarlıq necə idi? Məsələn, bu üç bucaqla içindəki bu balaca üç bucaq oxşardır. Böyük üç bucaqda 10'un, balaca üç bucaqda bilmirik bu tərəfə nisbəti. Böyük üç bucaqda 5x'in, balaca üç bucaqda hipotenus, yəni x-ə nisbəti. Bunlar gedəcək, sual bərabər 2 olacaq. Demək ki, buranın uzunluğu 2-yə bərabərdir. Amma sən bundan oynamaq istəmirsənsə, tərəflərini çıx yarıya. Gəlin baxaq 13 nömrəli suala. Bizə belə bir şəkil verilibdir. Bu xəttin bu xəttə paralel olduğu deyilir. O zaman 4 isə 2 demək orta xəttdə olub. Orta xətt isə x-dirsə demək bu tərəf də x-dir. Bura y isə demək ki, bu tərəfdə y-ə bərabərdir. Daha sonra nə edərəm? Bizə deyir ki, y-i x-də ifadə edin. Y-i soruşur. O zaman Pifagor teoremini tətbiq edək. Bura 2x-dir. 2x'in kvadratı üzərinə gələnsin katetlərin, yəni 4'ün kvadratı 16 bərabər 2y-in mötərizə kvadratına. 4x kvadratı üzərinə gələnsin 16 bərabər 4y kvadratına. Hər tərəfi 4'ə böləndə x kvadratı plus 4 bərabər y kvadratına. Y-i buradan tapanda kök altında x kvadratı üzərinə gələnsin 4 olacaq. Düzgün cavab B bənd. Gəlin baxaq son nömrəli 14 nömrəli suala. BT 3'ə bərabərdir deyir. Bu uzunluq 3'ə bərabərdir. CT 5'ə bərabərdir. Bu uzunluq da 5'ə bərabərdir. Perpendikularlar da maşallah olsun veriblər. Bizə deyir ki, əlavə olaraq AT tənböləndir. Bu tənbölən imiş. Bir sualda tənbölən varsa, bunu qulaqlarına sırğı elə. Bax, dedim. Bir sualda tənbölən varsa, %99% nisbət var. Yaxşı, tamamən nisbət nədir? Bax, bunu demək istəyirəm. Bax, bunu da tənbölən düsturu ilə yazma ha. Məsələn, tənbölən gördün də. Bura 4'dür, buranı 5 veribsə, düşünmədən bura belə yaz. Bura 4x, bura 5x. Tənbölən ayırdığı, bax, ayırdığı bu hissə yan tərəflərinin nisbəti şəklində bölür. 4x ilə 5x. Şəkil forması dəyişə bilər. Belə bir üçbucaq olsun. Buradan bir tənbölən vermişəm. Əgər tənbölən olduğu deyilibsə, bura 3-dürsə, 5-dirsə, təzədən bunu yanlara da gətirə bilərsən. Yəni, demək ki, bura 3x, demək ki, bu tərəfdə 5x-dir. Bax, bunu unutma. Bir sualda tənbölən varsa, %99% sualın həll üsulu oradandır. İndi bax, bu AT-nin tənbölən olduğunu bilirəm. O zaman mənim tərəflərimi 3'ün 5'ə nisbətində bölüb. Demək, mənim böyük bu yan tərəflərim 5x ilə 3x olublar. Pifagor teoremini tətbiq eləsək, düzbucaqlı üçbucaq yenidən çəkirəm ki, rahat görəsən. Bura 5 ilə 3'ün cəmi 8'dir. Bura 3x-dir, bura 5x-dir. Pifagor teoreminə görə hər bir şagirdə bilirik ki, 5x ilə 3x, o zaman bura neçə x eləyəcək? 4x. Ya da Pifagor teoremini tətbiq edə bilərsən. 3x'in kvadratı, yəni 9x kvadratı üstə gələk 64 bərabər 5x'in kvadratı 225, daha doğrusu 25x kvadratı. Bax, bunu silim. 3x idi elə. 9x kvadratı üstə gələk 64 bərabər 25x kvadratı. 16x kvadratı bərabər 64'ə, x kvadratı 4'ə, x'imizin də qiyməti 2 elədi. Ya da dediyim kimi 5x bura, 3x bura, 4x bura. X'imizin də qiyməti 2 elədi. X'i 2 tapdığım üçün bura 6 etdi. 2 dəfə 5'im burada 10 etdi. İndi bunları silirəm. Bax, bu tənbölən idi özü. Bucağı neynədir? Yarıya bölüb. Tənbölən. Baxsaq bu üç bucağa bax. Həm tənböləndir, həm də 90 dərəcəli bucaq əmələ gətirib. Həm də hündürlükdür. Bunu kim tətbiq edirdi? Bərabər yanlı üçbucaq. Həm təpədən çəkilən median, həm hündürlük, həm tənbölən idi. Bu tənböləndir. Həm də hündürlük olduğu üçün o zaman bu bərabər yanlı üçbucaqdır buralar. Demək ki, bura 6-dırsa, bu tərəfdə 6-dır. Bura 6 olduğuna görə, toplam 10 olduğuna görə burada nə qədər qalacaq? 4 qalacaq. Düzgün cavabımız ilə AYM soruşurdu bizdən 6 olacaq. Beləliklə, üçbucaqlarda 4-cü bölümü də yekunlaşdırdıq. Növbəti bölümdə görüşənədək hələlik.